Bizim kənddə bu deyərdilər müxalifət. Bizim inansız bu kəndin cəmaatından bir adam biz fikirləşirik kim müxalifətçi olur? Heç var. Hamı öz təsərrüfatı ilə dövlətin qulluğunda valla. İndi ola bilər belə Yəni, o amma inanmıram, görməmişik. Yəni müxalifətçi olmaq cinayətkardır ya, başa düşdünüz də. Yəni ki, xaindir. Hələ İlham Əliyev biraz da dəqiqləşdirmə aparacaq. İndi kimisə demək olar ki, məsəl üçün başı xarabdır da, nə bilim, başı işləmir, hə, ağzına gələn daş. Dedi üstündən keçdin də. Yox, İlham Əliyev bu ürəyincə oldu. İndi baxız görün necə aydınlaşdırma aparacaq ki, sən demə doğrudan da, yəni müxalif olmaq, tənqid etmək cinayətdir. Əsas ki, dövlətə müxalifətdə olmasınlar. Dövlətçiliyə. Dövlətə müxalifət olmayan. Özlərini müxalifətçi adlandıranlar ermənilərlə birləşib. Ermənilərlə birləşiblər. O cümlədən 2-ci Qarabağ müharibəsi İkinci Qarabağ müharibəsində, antiterror İndinin dövründə. özündə. Gözü götürməməzlikdir. Düşmənçilikdir dövlətə qarşı. Özdə mənə qarşı yox ha deyir. Xəyanətdir. Xəyanətdir bu. Burada Xəyanətdir bu. Yəni başa düşürsüz də, əvvəla göstər də, harda 2-ci Qarabağ müharibəsində hamı bir doğrudan da yumruq idi. O cümlədən blogerlərdə biz heç vaxt etmədiyimizi edirdik. Mən özüm səhərdən axşam ingiliscə verilişlər edirdim və sonra belə axır. Harda biz ermənilərlə əlbir olduq. Həm də ki, bilirsən, o krallar belə danışır, mənim ölkəm. Yəni əslində monarxiyada belədir də. Monarxların dili belə olur ki, mənim ölkəm, hökumət mənə hesabat verir. Mən hər şeyə, mən həm hökumətəm, həm dövlətəm. İlham Əliyev də bir kral kimi danışır da. Ki onlar dövlətə müxalifətdir. Demir sənə mənə müxalifətdir. Onlar dövlətə müxalifətdir. Mənə müxalifət deyil. Amma maraqlı məqam orada bir şeydir. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, bütün İlham Əliyev harasa səfərə gedirsə, onun qarşısına kimlər çıxarılırsa, qabaqcadan öyrədilmiş, mətni əzbərləmiş adamlardır. Bəli, bəli. Əsas diqqət budur. İndi baxın, bu dialoq nə vaxt baş verib? Mən də öz akkauntuma qoymuşam bu hissəni. Maraqlı məqam odur ki, haçan bu baş verib? İlham Əliyev deyib ki, yəni o söhbətin 10 saniyəsini qabağa versəniz görəsiniz. İlham Əliyev deyir ki, burada heyvandarlıqla məşğul olmaq lazımdır. Və birdən bu kişi çıxır ki, ay heyvan deyib yadıma düşüb ki, bizim Düzdür. Necə düz tutmuşsunuz. Valla bizə dirəşli lazım deyil. Biz elə heyvanda yeri gəlmişkin troll deyək də, ağsaqqal. Biz müxalifətçiliklə məşğuldur. Bizim işimiz ancaq heyvandır. İnsanlarla biz məşğul olmuruq. Biz ancaq heyvanlarla məşğul oluruq.